Salam dəyərli həmkarlar, əziz təhsil ictimaiyyəti. 24 iyun tarixində keçirilmiş sertifikasiya imtahanlarında tarix müəllimləri üçün ünvanlanan metodika suallarından 54-cü test tapşırıqla bağlı öz münasibətimi bildirmək istəyirəm. Sualın şərti belə idi: şagirdlər Nizami Gəncəvin doğulduğu 1141-ci tarixi müxtəlif təqvimlərdə neçənci illərdə olduğunu müəyyənləşdirməlidirlər və yaxud ifadə etməlidirlər, hesablamalıdırlar. Demək, bunlar əslində sualın mahiyyətini dəyişmir, ola bilər hansısa söz fərqli olsun və bu tapşırıq icra olunan zaman şagirdlərdə bulum idrak taksonomiyasının hansı mərhələsi reallaşdırılacaqdır şagirdlər tərəfindən. Bunu biz müəyyən etməliydik müəllimlər olaraq. Baxaq, demək, prosesin icrasına. Mən bu tipli test tapşırıqlarında yanaşmam bundan ibarətdir ki, prosesin icrası, yəni situasiyada təqdim olunan prosesin icrası bu sual işləyən namizədlər tərəfindən təsəvvür edilməli. Yəni, biz onu təsvir etməliyik ki, proses necə icra olunacaq, şagirdlər hansı mərhələlərdən keçəcəklər. Bunu bilmək üçün də mütləqdir ki, ixtisas bilikləri olsun və ən əsasda tarixdə il hesabı mövzusu ilə bağlı geniş məlumatlılıq səviyyəsi olsun. Əlbəttə ki, bunu bizim həmkarlar dərindən bilirlər bu mövzunu. Amma çox təəssüf ki, bu ixtisasla yaxından uzaqdan əlaqəsi olmayan, amma kurikulum təlimçisi olan bəzi digər ixtisasda, fərqli ixtisaslı müəllimlərimiz də çalışdılar ki, bu suala münasibət bildirsinlər və bəzən onların fikirləri də bizim fikirlərimiz üst-üstə düşmədilər. Burada da ən əsas səbəb, qeyd etdiyim kimi, bu kimi mövzularda, bu kimi situasiyalarda inteqrasiya mövzusu və metodikada bəzi mövzular var. Taksonomiya bölməsi də bunlardan biridir. İxtisas müəllimlərinin özünün ixtisas bilikləri vacibdir və fikirləri vacibdir. Təhlil zamanı, bu sualların hazırlanması zamanı, o cümlədən əlbəttə ki, bu kimi böyük mərkəzləşmiş imtahanlardan qabaq bu tipli sualların ixtisas müəllimləri ilə, ixtisas mütəxəssisləri ilə müzakirəsi əlbəttə ki, dar çevrədə çox vacibdir ki, bu kimi problemlər yaranmasın. Keçək prosesin icrasına. Mən ümumilikdə şagirdlər hansı prosesləri icra edəcəklər, bunu bir təsvir edəcəm, slaydlarla göstərəcəm. Bayaq qeyd etdiyim kimi, əlbəttə ki, burada bizim həmkarların kifayət qədər məlumatlıq səviyyəsi var. Sadəcə qeyri-ixtisas müəllimləri, həm də metodika kimi bölməsində üzrə təlim keçən müəllimlərin də fikirləri tam aydınlaşsın, müəyyən etsinlər ki, proses necə icra olunacaq. Daha sonra qərar vermiş olsunlar bu situasiya ilə, bu sualla bağlı. Demək, baxaq, görək şagirdlərimiz hansı vəzifələri yerinə yetirəcəklər və bu vəzifələri yerinə yetirən zaman bulum idrak taksonomiyasının hansı mərhələləri reallaşacaq, hansı hissədə biz xatırlama görə biləcəyik, hansı hissədə anlama görə biləcəyik və o cümlədən tətbiq etmə hansı mərhələdədir, hansı bölmənin tapşırığının icrası zamanı hansı hissədə reallaşacaq. Qəbul edilmiş tarixi faktımız dahi Azərbaycan şəhəri Nizami Gəncəvinin miladi təqvimi 1141-ci ildə anadan olmasıdır. Miladi təqvim başlanğıcı İsa Peyğəmbərin doğulduğu tarixdən hesablanır. Ümumiyyətlə, qədim xalqlar öz tarixlərində baş verən əlamətlər, hadisələrlə bir növ təqvimlərini yaradıblar, təqvimlərini həmin tarixdən hesablayıblar və təqvimin başlanğıc nöqtəsi sıfır nöqtəsidir. Eynilə də bizim də miladi təqvimdən istifadə etdiyimiz üçün sıfır nöqtəmiz hesab olunur İsa Peyğəmbərin anadan olduğu tarix. Mən bir neçə təqvim üzrə çevirmə etmişəm, çünki elə testin tapşırığında da müxtəlif təqvimlər üzrə demək, bizdən tələb olunurdu ki, Nizami Gəncəvin anadan olduğu tarixi ifadə edək və yaxud müəyyənləşdirək. Bizdən deyəndə, yəni şagirdlərdən. Mən Yunan, Roma və Hicri təqvimləri demək, seçdim və ilk olaraq biz Yunan təqvimi üzrə çevirmə edək. Birinci prizma Yunan Olimpiya təqvimində deyilir buna. Qədim Yunanıstanda zaman hesablaması ilk Olimpiya oyunlarının keçirilməsindən, yəni eramızdan əvvəl 776-cı ildən hesablanır. Burada əsas konsept sıfırdan əvvəlki zaman məsələsidir. Demək, biz miladi təqvimdən istifadə edirik. Bayaq qeyd etdiyim kimi təqvimin başlanğıcı, tarixin başlanğıcı sıfır nöqtəsidir və tarixin başlanğıcı era adlanır. Ondan əvvəlki dövr eradan əvvəl, sonraki isə bizim era hesab olunur və Olimpiya oyunları bizim təqvimimizin, yəni miladi təqvimin başlanmasından 776 il əvvəl keçirildiyi üçün biz deyirik ki, Yunanıstanda ilk Olimpiya oyunları eramızdan əvvəl 776-cı ildə keçirilib və 776-cı ildən sıfıra qədər, miladi təqvimin başlanğıcına qədər 776 il keçdiyini biz bilirik və miladi təqvimlə Nizami Gəncəvin anadan olduğu tarixin 1141-ci il olduğunu müəyyənləşdirəndən sonra, yəni sıfırdan 1141-i keçdiyini müəyyən etdikdən sonra hesablayırıq ki, 1141-in üzərinə 776 gəlməklə
Nizami Gəncəvinin Yunan təqvimi ilə 1917-ci ildə anadan olduğunu tapmış oluruq. Bu Yunan təqvimi üzrə hesablamaydı. Keçək digər Roma təqvimi üzrə hesablamaya. Qədim Romanın siyasi tarixi və təqvim sistemi şəhərin, yəni Roma şəhərinin əsasının qoyulduğu eramızdan əvvəl 753-cü ildən hesablanır. Və burada əsas konsept əbədi şəhərin, yəni Roma şəhərinin əsasının qoyulduğu 753-cü il tarixidir. Gördüyünüz kimi eradan əvvəl 753-cü il tarix demək olar ki, bayaqki hesablama ilə biz oxşar bir hesablama görəcəyik. Baxaq. Bu slaydımızda daha aydın biz görə bilirik. Zaman oxunu və zaman oxununda miladi təqvimin başlanğıc nöqtəsi 0 nöqtəsi və bu miladi təqvimin başlanmasından 753 il əvvəl, yəni eramızdan əvvəl 753-cü ildə Roma təqviminin başlanğıcını biz görə bilirik. Demək, 0-a qədər 753 il məsafə keçib Roma təqvimi ilə. Miladi təqvim ilə Nizami Gəncəvinin doğulduğu tarixə qədər 1141 il keçib. Biz fərqi tapmaq üçün, yəni bir növ Roma təqvimi ilə Nizami Gəncəvinin anadan olduğu tarixi müəyyənləşdirmək üçün 1141-in üzərinə 753 gəlirik və cavab tapırıq ki, 1894-cü ildə, yəni Roma təqvimi ilə 1894-cü ildə Nizami Gəncəvi anadan olmuşdur. Bu hesablamadan yekunlaşdırdıq. Keçək növbəti üçüncü ən çox istifadə etdiyimiz Hicri qəməri təqvimə. Burada daha geniş biz düstur görə biləcəyik. Çünki Hicri qəməri təqvimdə biz ay ilini görə bilirik. Ay ili ilə günəş ili arasında gün fərqi var, 11 gün fərqi var. Bu fərq hər 33 ildə bütöv bir ilə bərabər olur. Ümumilikdə Hicri təqvim nədir? Bu haqda mən qısa danışım. Hicri təqvim başlanğıcı Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə köçdüyü tarixdən, yəni hicrət etdiyi tarixdən hesablanır. Söhbət 622-ci ildən gedir. Bayaq qeyd etdiyim kimi ay ili burada əsasdır, yəni ay təqvimindən istifadə olunur. Ay ilinə görə 1 il 354 gündür, günəş ilinə görə isə bildiyimiz kimi 365 gündür. Arada 11 gün fərq var. Bu fərq 33 ildə bütöv bir ilə bərabər olur. 11-i 30-a vurmaqla biz bunun təsdiqini görə bilərik. Hicri təqvimə çevirmə ilə bağlı biz addımlara baxaq, bir neçə alqoritm görəcəyik. Demək, birinci addım baza fərqinin tapılmasıdır. Baza fərqini tapmaq üçün biz miladi ildən Hicri ili, yəni təqvimin başlanğıc nöqtəsini çıxmalıyıq. Yəni başlanğıc nöqtələr arasındakı fərqi tapmalıyıq. Bunun üçün 1141-ci ildən 622-ci ilə çıxaq və doğru cavab tapırıq. Burada 519 il. 519 il baza fərqidir. İkinci addımda biz sürət fərqini, yəni qəməri sürüşməni tapmalıyıq. Bayaq qeyd etdiyimiz kimi 33 ildə 1 il fərq yaranır. 33 illik sikllərin sayılması üçün biz 519-u, yəni baza fərqini 33-ə bölərək tapırıq ki, 15.7 il sürüşmə var. Yəni 519 il ərzində 15.7 il daha sürətli dəyişib hicri qəməri il, hicri qəməri təqvim. Bunu təsdiq etmiş olur, bu məqamı təsdiq etmiş oluruq biz. Günəş və ay təqvimləri arasındakı sürət fərqindən yaranan əlavə il gəlinərək baza fərqinin üzərinə doğru cavab tapılmalıdır. Bunun üçün biz üçüncü addıma baxaq. Demək, yekun nəticə baza fərqinin üzərinə qəməri sürüşmənin əlavə edilməsi. 519-un üzərinə 15.7 gələrək doğru cavabı tapırıq ki, 534.7 yuvarlaq götürsə 534-cü il bizim olur Nizami Gəncəvinin hicri qəməri təqviminin anadan olduğu tarix. Demək, 3 ayrı fərqli təqvim üzrə şagirdlərimiz müəyyənləşdirdi ki, Nizami Gəncəvi neçənci illərdə anadan olub və bunu hesabladılar, fərqli təqvimlərlə ifadə etdilər və yaxud da ki, müəyyənləşdirdilər. Mahiyyət dəyişmir, tapşırığımız bu formadaydı. Bu icranı biz görəndən sonra artıq daha aydın olur ki, bizə prosesin gedişində hansı mərhələlər reallaşıb. Baxaq biz əsas slaydımıza, görək prosesin icrası zamanı xatırlama haradaydı, anlama haradadır və son olaraq tətbiq etmə mərhələsini biz harada görə bilirik. Nizami Gəncəvinin anadan olduğu ilin 1141-ci il olduğunu xatırlayırlar. Burada əslində bu tapşırıq bölməsində bu verilmişdi. Amma şagirdlər 1141-ci ilə aid olduğunu miladi təqvimlə demək, 1141-ə aid olduğunu müəyyənləşdirmiş olurlar ki, bu mütləq vacibdir. Çünki digər təqvimlərə çevirmə zamanı bu məlumat, bu bilik vacib məqam idi. Yunan və Roma, o cümlədən hicri təqvimlərin mövcudluğunu xatırladılar. Əlbəttə ki, tapşırıqda verildiyi kimi, biz əgər şagirdlərə tapşırıq ki, Nizami Gəncəvinin anadan olduğu tarixi fərqli, müxtəlif təqvimlərdə müəyyənləşdirin, həmin şagirdlər bilməlidirlər ki, müxtəlif hansı təqvimlər var və bunu xatırlayaraq onlar xatırlama mərhələsini reallaşmış olduğunu biz burada görə bilirik. Hər bir təqvimin başlanğıc tarixini və hesablama prinsipini yada saldılar.
O cümlədən təqvimlərin çevrilməsi üçün istifadə olunan qayda və düsturları xatırladılar. Düsturu əzbər xatırlamaq əlbəttə ki, xatırlama mərhələsinə aiddir. Düsturun nə ifadə etdiyini və düsturun hissələri nədən ibarət olduğunu izah etmək isə bu əlbəttə ki, yəni düsturun mahiyyətini başa düşmək bu anlama mərhələsidir. Təqvimlərin niyə fərqli başlanğıc nöqtələrinə malik olduğunu izah edirsə şagird, bəli, bu anlama mərhələsinin reallaşdığını göstərir. Günəş və ay təqvimləri arasındakı fərqləri anlayır. Eyni tarixin müxtəlif təqvimlərdə fərqli rəqəmlər ifadə olunmasının səbəblərini izah edir. Hər bir çevirmə qaydasının hansı məntiqə əsaslandığını başa düşür. Bax, gördüyümüz kimi burada heç bir icra yoxdur. Şagird sadəcə təqvimlər arası çevirməni başa düşdüyünü biz bu punktlarda görə bilirik. Başa düşüb icra etmək isə artıq bu tətbiq etmə mərhələsidir. Baxaq, tətbiq etməni biz harada gördük? Şagird öyrəndiyi qaydaları konkret situasiyada istifadə edərək 1141-ci ilin müxtəlif təqvimlərə çevirərək tapşırığı həll etdi. Və bu bizim soruşulan situasiyada şagirdlərimizin reallaşdırdığı ən yüksək idraki mərhələ idi. Yəni, bunun taksonomiyasında ən yüksək idraki mərhələ idi. Və düşünürəm ki, bütün tapşırıqlarda, bu tipli tapşırıqlarda olduğu kimi elə bizim bu situasiyada bizdən ən yüksək idraki mərhələni soruşulur şagirdlərdə formalaşdırılan. Əlbəttə ki, bu da tətbiq etmə mərhələsi idi. Xüsusi qeydimiz var idi burada. Deyir, tapşırığın icrası zamanı xatırlama və anlama mərhələləri zəruri hazırlıq mərhələləridir. Bəli, doğrudur, tamamilə şagird mütləq ki, məlumatları xatırlamalıdır, vacib idi, bayaq qeyd etdiyim kimi anlamalıdır ki, qaydanı anlamalıdır ki, onu tətbiq edə bilsin və tətbiq etdi, nəticə əldə etsə, əlbəttə ki, burada mütləq ki, prosesin icrası varsa, alqoritmlərin bir növ yerinə yetirilməsi varsa, ardıcıllıq varsa və bu prosedur icra olunubsa, nəticə əldə olunubsa, demək tətbiq etmə mərhələsi burada reallaşdırılmış olur. Son slaydımızda biz bunu daha aydın görə bilirik. Gördüyünüz kimi tapşırıqda bizdən soruşulan situasiyada verilən tapşırıq bundan ibarət idi ki, şagirdlər Nizami Gəncəvinin anadan olduğu 1141-ci il tarixini fərqli, müxtəlif təqvimlərdə müəyyənləşdirməli idilər. Və bunun üçün biz müəyyən prosesləri, alqoritmləri icra etdik, nəticələri əldə etmiş olduq. Yunan təqvimi ilə 1917-ci ildə anadan olduğunu müəyyənləşdirdik, Roma təqvimi ilə 1894, Hicri qəmər təqvimi isə 534-cü ilə demək, aid olduğunu müəyyən etmiş olduq. Və beləcə tapşırıq icra olundu, proseslər icra olundu, nəticə əldə olundu. Tətbiq etmə mərhələsi ilkliklə bizim cavab kimi, doğru cavab kimi götürülməlidir, düşünürük və bu fikrimizdə qalırıq. Proses icra olunub, şagirdlərin nə qədər dərindən anladığını başa düşmək üçün soruşmaq olar, bu 33 nə ifadə edir, nəyə görə 33-ə bölmə etdin və yaxud miladi təqvimdən 622-ni çıxmaqla məqsəd nə idi, nəyi reallaşdırmaq istəyirdin, 622 nə ifadə edirdi. Bu kimi suallar verməklə şagirdin əslində mövzunu, tarixdə il hesabı mövzusunu dərindən anladığını biz müəyyən edə bilərik. Yox, əgər yenə qeyd edirəm, icra varsa burada, prosedur varsa, bir neçə hesablama varsa və sonda nəticə əldə olunursa, əlbəttə ki, tapşırıqda bizdən bu tələb olunurdu. Şagirdləri müəyyənləşdirməli idi, ifadə etmək üçün də mütləq prosesi icra edib nəticə əldə etmək lazım idi. Bunu əlbəttə ki, əzbəriyyatda saxlaya bilməz və yaxud onu bir növ bu bölmələri, məlumatları icra etmədən, hesablamadan şagird bu qənaətə gələ bilməz, cavabları tapa bilməz. Bunun üçün icra mütləq vacibdir. Tətbiq etmə mərhələsi sualımızın doğru cavabı olacaq.